Salam. Bu gün sizlərə sizin testlərdə ən çox əziyyət çəkdiyiniz mövzulardan biri olan have-has'in sual və inkar formasının nə zaman özü ilə, nə zaman do, does, did ilə düzəldiyini aydınlıq gətirəcəyik. Deməli, bu izahdan sonra artıq siz çox rahatlıqla testlərdə seçə biləcəksiniz. Başlayaq, nə zaman have-has'in özündən istifadə edirik. Biz bilirik ki, biz have-has vasitəsilə İndiki bitmiş zamanı düzəldirik. Yəni, have-has'dan sonra participle to, yəni feilin üçüncü forması gəlirsə, bu nə deməkdir? Misal üçün, write, wrote, written. Feilin üçüncü forması burada nə oldu? Written. Yəni, feilin üçüncü forması participle to'dur. Gəlirsə, deməli, onda biz biləcəyik, bu indiki bitmiş zamandır. İndiki bitmiş zamanın sualı, inkarı özü ilə düzələcək. Misal üçün, deyirəm ki, I have listened to 3 songs. Mən 3 mahnıya qulaq asmışam. Düzdürmü? Burada nə biləsiniz indiki bitmiş zamanda? Have-dən sonra görürsünüz participle to gəlibdir, listened. Deməli, onda sualı inkarı özü ilə düzəlir deyə. Have you listened? Have keçdi əvvəli. Listened to 3 songs. Bəs cavabı necə verəcəyik? Yes-dən cavab verəndə yes. Sualı nə ilə vermişsə yadınızda saxlayırsınız. Cavabı da onunla veririk. Have-nə vermiş sualımıza. Burada sadəcə olaraq deyir ki, sən 3 mahnıya qulaq asmısan. Bəli, mən qulaq asmışam dediyimizə görə yes, I have. Bir də no, I haven't. Yenə də sualı, inkarı özü ilə düzəldi. Bəs inkarda necə yazacaq bu cümləni? Have-dən sonra sadəcə not inkar hissəciyi artıracaq. I haven't qısaldılmış forması da belə olacaqdır. I haven't listened to 3 songs. Deməli, yadımızda nə saxlayırıq? Əgər ki, have-has'in yanında participle to feilimizi görəriksə, deməli, onda mütləq sualı və inkarı özü ilə düzələcəkdir. Bu indiki bitmiş zamandır. Bir dənə vaxt olacaqdır bu. Özü ilə düzəlmə qaydası. Bu da çox sadədir. Have-dən has-dən sonra görsəz ki, has-dən sonra have got, has got-dursa bu, yəni got varsa, deməli bu deməkdir ki, yenə də sualı inkarı özü ilə düzələcəkdir. Gəlin burada da has got-a aid yazaq. Misal üçün deyirəm, she has got 5 friends. İndi burada baxırsınız ki, has-dən sonra got var. Deməli, bir has-dən sonra got olarsa, bir də has-dən sonra participle to olarsa, sual və inkarı özü ilə düzələcək. Deməli, has keçəcək əvvələ. Sualda. Has she got 5 friends? Bəs bunun cavabını necə veririk? Yenə də eyni qaydada. Deyirik, sualı nə ilə vermişsə, cavabı da onunla veririk. Yes, she has. No, she hasn't. Bəzən bir də nəyi qarışdırırsınız? Burada no deyib, burada has verəndə olmaz. Ya da ki, burada yes deyib, burada hasn't verəndə olmaz. Yes deyiriksə təsdiqdə olmalıdır, no deyiriksə inkarda olmalıdır. Bu da belə. Və bunun inkar formasını yazaq. Yenə də inkar forması özündən sonra not artırmaqla düzələcək. Yəni, she hasn't got. Qısa formada yazıram. Got 5 friends. Deməli, yadımızda nə saxlayırıq? Deyirik ki, have-in, has-in sualı, inkarı nə zaman özü ilə düzəlir? Have-dən, has-dən sonra participle to, yəni feilin üçüncü formasını görürüksə, deməli, sualı da, inkarı da özü ilə düzəlir. Yəni, sualda have əvvələ keçir, inkarda isə sualda have əvvələ keçəcəkdir, inkarda isə have-dən sonra not inkar hissəciyi veriləcəkdir. Necə ki, burada olduğu kimi. Və yadımızda saxlayırıq ki, sualı nə ilə vermişsə, cavabı da onunla veririk. Sualı burada have ilə verdiyimizə görə cavabı da have-lə vermişik. Bu qədər. Bir də have-dən, has-dən sonra got, yəni have got, has got olarsa, onda yenə də sualı da inkarda özü ilə veririk. Sualda keçir has əvvələ, cavabı da nə ilə sual vermişsə, cavabı da ona veririk. İnkarda da has-dən sonra not inkar hissəciyi. Keçək indi do, does, did nə zaman olur? Deməli, baxın, mən sizə az öncə dedim ki, have got-da, have keçdi əvvələ əgər got varsa. Baxın, bu have got, has got-la have got, has got ilə have-has'in bir fərqi var ki, bunlar ikisi də vardır deməkdir, düzdürmü? Yəni, bunların ikisi də cümlədə she has got deyək, SS-də, onun bir bacısı var, she has SS-də, onun bir bacısı var, eyni mənadadır. Sadəcə olaraq biz she has SS-də deyəndə, baxın, got olsaydı has keçəcəkdi əvvələ, amma has burada tək olduğunda, olan hallarda daha doğrusu. Baxırsınız, onda biz do, does, did ilə verməliyik sualımıza, inkarımızı. Baxırsınız, has olan halda does-la verməliyik. Have olsaydı do ilə verəcəkdim. İndi gəlin has-lə olan cümləmizin sualını verək. Misal üçün deyəcək does
she. Has artıq olacaqdır. Buradakı s gedir, qalır have. Does she have a sister? İndi buna cavab veririk. Sualımızı nə ilə vermişiksə, cavabımızı da onunla veririk. Yes, she does. No, she doesn't. Bəs bu cümləmizi inkarda necə yazırıq? She doesn't yenə dediyim kimi veririk. Çünki has tək yazılıbdır. She doesn't has yox. Nə artıq olacaqdır? Have. She doesn't have a sister. Aydın oldu. I have a sister. Onda nə deyəsiniz? Do you have a sister? İnkarda I don't have a sister. Bu qədər saydı. Deməli, keçirəm digərinə. Bir də hansı halda biz do does didlə veririk? Deyirsiniz ki, have to, has to modal feili. Have to, has to malı məli deməkdir. Has to. Malı məli deməkdir. Deməli, have to, has to, yəni have-in yanında, has-in yanında to görsə, sualını do does did ilə verəcək. Baxırıq indi. Deyirəm ki, you have to go to the dentist. You have to go to the dentist. Diş həkiminə getməlisən. Deməli, burada have-dən sonra to görmüşəmsə, sualını, inkarını do does didlə düzəldirəm. Do you have to go to the dentist? Və yaxud da inkarda you don't have to go to the dentist. Deməli, burada nə fikir verirsiniz? Have-dən sonra mütləq to işlənməyinə. Və yaxud da gəlin bunun birində has to-yu adı yazım. Deyirəm ki, she has to work hard. Deməli, has to olduğuna görə sualı nə ilə düzələcək? Does-la. Does she? Artıq has nə olacaq? Have. Does she have to work hard? Sualı nə ilə vermişəm? Does-la. Deməli, yes, she does. No, she doesn't. Doesn't. Və she doesn't, sonda isə inkar formasını yazaq. She doesn't have to. Artıq dediyim kimi has to sualda və inkarda dönüb olur have to. Have to work hard. Deməli, bu qədər saydadır. Gəlin bir dəfə ümumiləşdirək. Deməli, deyirik ki, nə zaman sualı, inkarı özü ilə düzələcəkdir, nə zaman do does-la. Deyirsiniz ki, have, has plus participle to olarsa və have got, has got olarsa, burada have, has-in özü ilə. Lakin have, has tək işlənərsə var mənasında, bir də have to, has to modal feil formasında. Biz burada do does-dan istifadə edəcəyik.